Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mənə bir neçə sual gəlir ki, onkoloji xəstələr üçün də içmək üçün smuzi hazırlayın. Mən də düşündüm ki, sizin üçün adilli bir smuzi resepti deyim. Siz də rahatlıqla içə bilərsiniz. Nəinki onkoloji xəstələr, limfa düyününün problemi olanlar, öd problemi olanlar, bağırsaq problemi olanlar, qan artırıcı təsir göstərir bu smuzi. Ondan sonra orqanizmi möhkəmləndirir, immun sistemini gücləndirən bir smuzi deyəcəm sizə. Deməli, bunlar nədən ibarətdir? Götürmüşəm 2 dənə kivi, 3 dənə smirinka alması. Siz məsələn götürə bilərsiniz, hər hansı almanı götürə bilərsiniz. Amma məhz onkoloji xəstələr üçün, qanında iltihab olanlar üçün məhz smirinka alması mütləqdir. Yəni turşməzə alma. Smirinka almasının maraqlı bir dadı var, amma dəmirlə zəngindir. Bu Yapon aliminin ən çox istifadə etdiyi bir alma növüdür. Sonra bir çay qaşığı chia toxumu və limon istifadə edəcəm. Bir də sizinlə əvvəlki videoda hazırladığım güclü bir qan artırıcıdan istifadə edəcəm ki, bunu da siz əvvəlki videolarda baxa bilərsiniz. Bunun tərkibində var, yəni kim istəsə deyim, bunun tərkibində var çuğundur, bal, bir də güləm. Güləmi belə ayrı-ayrılıqda yeyəndə adama xoş gəlmir. Amma bu smuzinin içində bir ləzzətli dad verir ki, mənim özümün də xüsusən necə deyirlər, xüsusən bu məhsuldan qatmağım çox xoşuma gəlir. Deməli, kiviləri doğrayırıq, kokteyl qarışdıralım içinə. Kivilər yumuşaq olsa da olar, çox yəni bərk olmasın, buna diqqət edin. Sonra mən almanı necə deyirlər, həyətdən dərmişəm deyə, ona görə, bağdan dərdiyimə görə bağ qabığını soymuram. Videonu dayandırım, almaları doğrayayım, yenidən qayıdacağım. Deməli, kivini doğradım, C vitamini ilə zəngin olan kivi, həm də dəmirlə zəngin olan kivi, K, Y vitamini ilə zəngin olan smirinkaları doğradım kokteyl qarışdıranın içinə. Bu da çox güclü dəmir artırıcı. Kimdə qan azlığı varsa, qana yorğunluğu, halsızlığı varsa bilin ki, qan azlığını yoxlatdırmaq lazımdır. Mütləq qan azlığını, kalsiyumu yoxlatdırın. Doğradım. Üzərinə bir çay qaşığı chia toxumu tökdüm ki, bunda rahatlıqla onkoloji xəstələr istifadə edə bilərlər. Və 1-2 dilim nazik ama qabıqlı. Çünki burada qabığında dadı və qabığın da keyfiyyəti mütləqdir deyə, ona görə 1-2 dilim qabıqda doğradım. Sonra bu xüsusi hazırladığım var ki, bu çox gözəl təsir göstərir qaraciyərə, ödə, bağırsaqlara, qan artırmaq üçün. Bax bundan mən şirniyyatı çox sevirəm deyə, şirini çox sevirəm deyə. Yəni düşündüm ki, elə bu balla qarışıq olduğuna görə çox yaxşı təsir göstərəcək. Bir xörək qaşığı tökürəm. İstəsəniz yarım xörək qaşığı da tökə bilərsiniz. Tökdüm. Sonra bura əsas məsələ, bunu kömək edəcək bir qüvvə. Su, pH dəyəri yüksək olan yarım stəkan su. Və bunu qarışdıraq. Düşünürəm ki, hazırdır. Baxın, belə bir smuzi alınır. Bunu nəinki onkoloji xəstələr, bunu nəinki qan azlığı olanlar, orqanizmi zəif olanlar, hətta qan azlığı olan uşaqlara belə verə bilərsiniz. Və diyetdə olanlar səhər yeməyi, bu görürsünüz qatı olduğuna görə o qədər adamı tox tutur, o qədər adamı rahat tutur. Məsələn, elə adam var ki, səhər-səhər yemək yeyəndən sonra belə halsızlaşır. Çox rahatlıqla, hətta diyetdə olan adamlar, çox rahatlıqla siz də diyetdəsinizsə, səhər yeməyinizi əvəzləyici bir smuzi içə bilərsiniz. Hazırlayın, xahiş edirəm. O, bəzən görürəm ki, yazırsınız ki, kim mənim kimi bu videoları öz telefonuna köçürdür, amma hazırlamır. Xahiş edirəm, o hazırlamayanlar da hazırlayın, mənə bu smuzimin keyfiyyətini deyin. Bunu siz bir həftə içəndən sonra keyfiyyətini görəcəksiniz inşallah. Bax, buyurun, hazırlayın, qohumlarınıza, dostlarınıza, yaxınlarınıza paylaşın ki, onlar da effektini görsünlər, istifadə edib effektini görsünlər. Sağ olun, salamat qalın.